Seyid Rüstəmov, İrəvanın Azərbaycan incəsənətinə verdiyi ən dəyərli sima. Seyid Rüstəmov xalq artisti idi. Seyid Rüstəmov dövlət xadimi idi. Seyid Rüstəmov dövlət mükafatı laureatı idi. Seyid Rüstəmov bəstəkar idi və ən başlıcası Seyid Rüstəmov əsl ziyalı idi. Amma nə təəssüf ki, onun da ömrünə İrəvandan köçmək məcburiyyəti yazıldı. Ermənilər atamın böyük qardaşını Mir Hüseyni öldürüblər. Saysız adamların başlarını kəsibdilər və qan bütün o hovuzun içi qanla dolu, ətraf qanla dolu. Ermənilər yazdı, qoy Peyğəmbərin sizə kömək olsun, buradan çıxın, gedin. Onun yaradıcılığında, onun mahnılarının melodiyasında bir qəmginlik var idi, həsrət var idi. Azərbaycan bəstəkarı, dirijoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti, Stalin mükafatı laureatı, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblının rəhbəri Seyid Mirəloğlu Rüstəmov 1907-ci il may ayının 12-sində İrəvanda anadan olub. 1924-cü ildə Seyid Rüstəmov musiqi məktəbinin tar sinfinə qəbul edilib. Musiqi texnikumunda not üzrə Üzeyir Hacıbəyovdan, muğam sinfində isə tanınmış tarzən Mirzə Mənsur Mənsurovdan dərs alıb. 1926-cı ildə Seyid Rüstəmov müəllimlər seminariyasında təhsilini tamamlayıb. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1926-cı ildə Süleyman Sani Məktəbi adı ilə tanınan Süleyman Sani Axundovun direktor olduğu 19 saylı orta məktəbə müəllim təyin edilib. 1928-ci ildən Seyid Rüstəmov Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında tarix ixtisası üzrə dərs deməyə başlayıb. Və beləliklə Azərbaycan peşəkar musiqi sənətində çox şaxəli fəaliyyət göstərməyə başlayıb. Seyid Rüstəmov təkcə musiqi fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti ilə də fərqlənir. O 1949 və 1953-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, 1951-ci ildən 2 dəfə 4-cü və 5-ci çağırışlarda Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Seyid Rüstəmovun atası Mirəli şair Əhməd Cəmilin babası Mir Cəmil ağa ilə qardaşdır. Nəslin bir qolu Seyid Rüstəmov, digər qolu Əhməd Cəmil və onların bacı qardaşları idi. Bəstəkarın anası Leyli isə İrəvanın tanınmış Bağırovlar nəslindən olan Hacı Bağırın qızıdır. Ailənin 3 oğlu və 1 qızı olub. Qızı Xədicə, oğlanları Mir Hüseyn, Seyid Rıza və Seyiddir. Fəaliyyəti və həyatı boyu vətən niskili yaşayan Seyid Rüstəmov 1983-cü il iyun ayının 10-da Bakıda dünyasını dəyişib və 1-ci Fəxri Xiyabanda dəfn olunub. İrəvan torpağının getirdiyi böyük simalardan biri də Azərbaycanın xalq artisti Seyid Rüstəmov olmuşdur. Atamın adı, əsl adı Mir Cabbar idi. Böyük qardaşın adı Mir Hüseyn, o böyük qardaşın adı Mirza, bacısının adı Xədicə bəyim idi. Atam həmişə İrəvan deyirdi. Baxmayaraq ki, Sovet məmləkətində hamı Yerivan deyirdi. Amma evdə atamız bizə İrəvan deyirdi və üzündə belə həsrət hissi biz görürdük. Gözləri dalırdı. O əvvəl rəssamlıqda oxuyub, sonra Üzeyir bəyə göstərəndən sonra keçib musiqiyə, pedaqoji universitet qurtarmışdı. Çox ədəbi dildə danışan, gözəl xətti olan bir bəstəkarımız idi. O, böyük bir nəslin nümayəndəsi idi. Bu nəsil öz böyüklüyü ilə bərabər İrəvanın tarixinə, mədəniyyətinə, incəsənətinə xüsusi töhfələr verən şəxsiyyətləri ilə seçilirdi. Həm də onlar xüsusi vergiyə sahib idi. Ağır Seyid ailəsindən idi və papam bizə danışırdı ki, evləri ocaq sayılırdı. Evlər, yəni ki, həyət evi də, o vaxt bina zadı yox idi axı. Onların evləri Göy məscidin yanında, İrəvanın ən möhtəşəm məscidi idi. İrəvan tipik müsəlman şəhəri olubdur. Hələ 1886-cı ildə arxivlərdə apardığım axtarışlara görə, bəli, İrəvanda 8 məscid var idi. İrəvan hansı tərəfə dönsəydi, tipik müsəlman şəhəri idi. İrəvanın 80% Azərbaycanlı idi. Ermənilər 20% İrəvanın qırağında yaşayırdılar. Əsas əsnaf idilər onlar, yəni ki, sənətkarlar idi. Məhəllələrin adını çəkirdi ki, Nazım, əsrin əvvəlində, yəni 1900-ün əvvəllərində
20 məhəllənin 16-sı Azərbaycan məhəlləsi. Adlarını deyirdi. Hacı filankəs, Məşəd filankəs, bütün məhəllələrin adını çəkirdi. Sonra deyirdi, o bir əsrdir əvvəlində. Bir dənə erməni məhəlləsi. Ondan qabaq erməni yaşamır. Bunu 73-cü ildə deyirdi Səhiddən. Hələ 88-də bu hadisələr başlayacaqdı. O ümumiyyətlə İrəvanın havasından, suyundan danışardı. İrəvan şairlər, alimlər və din xadimləri şəhəridir. Bu şəhərdə bütün o müsəlman adət-ənənələri ən yüksək səviyyədə keçirirdi, qorunurdu və ona görə də Sədr Rüstəmin o ailəsi, bu ailə də hədəfə alınmış ailələrdən biri ki, nüfuzlu ailədir. Xalq bunu eşidir, cəmaət bunu eşidir. Səid Rüstəmovun evləri İrəvanda Göy məscidin yanında yerləşirdi. Və onlar Türkiyəyə köçüb qayıtdıqdan sonra evlərini dağıdılmış gördülər. Bu vəziyyət onlara çox pis təsir elədi. Onlar Gəncəyə, daha sonra Ağdaşa, daha sonra isə Bakıya köçdülər. Ailəsi qaldı, deməli arvadı, gəlin bacı ona deyirdilər, atamgil ona gəlin, hətta biz də, mənim yadımdadır, gəlin bacı deyirdik. Gəlin bacı götürdü öz 2 uşaqlarını, ərinin, Mir Hüseynin qardaşı Mir Cabbarı, yəni ki atamı, bacısını və qardaşını, hamısını götürdü, başını götürüb qaçıblar. Bilmirəm, neynə qaçıblar, araba ilə, ya neynə Gəncəyə üst tutublar. Onun o ailəsi oradan Gəncəyə əvvəl Türkiyəyə getməyi, onun qardaşını öldürməkləri, onda o izlər qalırdı. O ermənilərdən danışanda onların mənfur xüsusiyyətlərin hamısını qeyd edirdi. Ermənilər atamın böyük qardaşını Mir Hüseyni öldürüblər. Sədr Rüstəmin qardaşı Mir Hüseyni də ermənilər öldürürlər. Mir Hüseyni də ermənilər öldürəndən sonra Sədr Rüstəmlərin ailəsi baxır ki, onlar burada yaşaya bilməzlər. Mümkün deyil. Və bir sıra o ki, Azərbaycan həyatında gələcəkdə böyük rol oynamış ziyalıların ailəsi kimi Sədr Rüstəmin də ailəsi məcburi surətdə dədə babalıqca, bəlkə də neçə 100 illik yaşadıkları İrəvanı tərk edirlər. Ermənilər Gəncəyə də gəliblər. Gəncədə elə vəhşiliklər törədiblər ki, yoldaşım mənə dedi ki, onu demə, yaxşı deyil. Amma atamın bacısına təcavüz eləyiblər. Və bu sir axıra kimi qalırdı, heç kəs bilmirdi. Amma nəslimizin bir dənə qoca arvadı bu sirri bizə açdı. Atam bu dünyasını dəyişəndə bizə açdı bu sirrini. Bacım çox yaşamadı və bir dənə şəkil var atamla, onun bacısı Xadicə bəyim. Çox məyus, gözəl xanımdır, hardasa 20 yaşında, üzü çox kədərlidir və ömür boyu atam nəyəsə biz bilmirdik nəyə görə. Atam ona deyirdi, mənim yazıq bacım. Nə üçün ona deyirdi, mənim yazıq bacım? Biz başa düşmürdük. Amma sonra sir açıldı. Ona baxmayaraq, Gəncədə Xadicə bəyimi veriblər, bir dənə yaşlı qocaya ərə getdi. Uşaq doğdu, amma cavan yaşında rəhmətə getdi bibim. Gənclik illəri, uşaqlıq illəri özdəki çox çətin vəziyyətdə erkən atasını itirib, ailə çətin vəziyyətdə olub. O deyirdi ki, bunlar bizim qonşular da, qonşularımız var idi də. Baxmayaraq bizdən çörək kəsirdilər, ancaq həmişə bizə onlar nifrət bəsləyib. Oxutar, oxutar, səni kim unudar? Onlar məskunlaşıblar Gəncədə, hansı isə evdə. Artıq ermənilər Gəncəyə gəlmişdilər. Orada da başladılar qırğına və onların məskunlaşmış evinə ermənilər giriblər. Kimi götürüblər 10 yaşlı uşağı
oğlanı götürüblər boğazına, bıçağı diriblər uşağın boğazına ki, bütün qızılları tök. Əvvəl gəlin bacı istəmirdi axı, kişi qalmadı, qızal lazımdı onları, uşaqları saxlan, öz uşaqlarını, ərinin iki qardaşı ilə bacısını saxlamağa. Dedi ki, yoxdur, bu saat kəsərik boğazını. Gəlin bacı məcbur oldu, tökdü qabaqlarına qızılları, əl çəkiblər, çıxıb gediblər. Və 18-ci ildə bildiyimiz ki, hadisələrdə Türkiyəyə getməkləri, qayıdandan sonra İrəvanda yenə qala bilmədilər. Qardaşın qətlə yetirdilər orada. Sonra Ağdaşa köçdülər. Sonra Bakıya gəldi, çıxdı. Və onlar gəlir Gəncəyə, sonra gəlib Ağdaşda məskunlaşırlar, sonra gəlir Bakıya gəlirlər. Bakıda Səid Rüstəmov seminərə təhsil alır, sonra gəlir Tar məktəbində təhsil alır, Mansur Mansurovun sinifində, ondan sonra gəlir 2 il sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur və Pedaqoji İnstitutda Azərbaycanın həyatında böyük rol oynamış akademik Sumbatzadə ilə, Mehdi Hüseynlə, Sabit Rəhmanla və bir sıra görkəmli adamlarla bu bir sinifdə oxuyur. Onlar deməli Gəncədən qaçıblar Ağdaşa. Ağdaşda atam da yavaş-yavaş hardasa 15 artıq 15-16 yaşı var idi. Anamla tanış oldu, bir-birini sevdilər. Amma demək istəyirəm ki, Ağdaşda atam teatrda, səhnədə qadın rollarında çıxış edirdi. Çünki axı qadınlar o vaxt teatrda iştirak eləmirdilər. Məcbur oldu Arablinski, nə bilim o birisi axı onlar məcbur idilər qadın rollarında da oynamağa. Acı tale, dözülməz vəziyyət Səid Rüstəmov taleyinin əsas qayəsinə çevrilmişdi artıq. O, gənc yaşlarından tarixin ona yaşatdıqlarını öz ruhunda daşımağa məcbur idi. Atam bizə çox faciəli şeyləri danışmırdı, bizi qoruyurdu. Amma bütün bu hissləri, ağır hissləri o musiqidə izah eləyirdi. Fikir versəniz, onun bütün daha demək olar ki, çox onun əsərlərinin, çoxluq əsərlərində həzinlik hiss olunurdu. Vətən haqqında nə qədər mahnılar yazıbsa, ancaq bir o qədər də o qəmgin mahnıları onun. Elə götürsə onun intizar mahnısı, götürsə onu gəlmədi özü, nəyə görə gəlmədi? Bəlkə o yerlərə görə yazır. Çoxlu onun mahnıları. Oxu tar elə əsərinin özündə bu bizim qadın musiqi alətinin vaxtı ilə ləğv eləmək istəyiblər. Səid müəllim o hadisələrdə danışırdı və onun yaradıcılığında xalq tərəfindən ona görə sevilir ki, muğamlar üstündə xalqa yaxın ruhda yazıb Səid müəllim muğamları. Hardasan, ya qurban adına, ya sevirəm səni, yenə həzinlik. Hansı mahnını götürürsünüz, həzinlik görünür. Və hətta kənar adamlar mənə deyirdi ki, Səid Rüstəmovun gözləri niyə belə qəmkindir? Ümumiyyətlə, şəkillərə baxarsınız, gözləri qəmkindir. Bu uşaqlıqdan gəlir. Ay ışığı, bulaq başı, göçmək, bir dünyamız, bir sən özün, bir dənə. O səhnələri ki, o gördü, bütün ömür boyu ürəyində gəzdirirdi. Bunların hamısını o belə çox ürək ağrısı ilə, ürək yanğısı ilə danışırdı. 57-ci ildə Moskvada keçilən Azərbaycan 10 günlüyündə o Qarabağ şikəstəsi orada Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova oxuyur və o necə alqışlanır onun orkestri. Bütün o vaxt Moskva qəzetləri yazırdı ki, belə bir xaçağı alətləri orkestri var.
Əlbəttə Səid Rüstəmov həm də pedaqoq idi. O təkcə pedaqoq olmaqla yanaşı tələbələrinə xüsusi yanaşan insan idi. Onun tələbəsi erməni Andrey Babayev də bunu çox yaxşı bilirdi və görürdü. Hətta ermənilər Andreyə Babayan soyadını götürməyi tələb edirlər. O isə bununla razılaşmır və təbii ki, buna görə öz xalqından mənəvi təpki görür. Tələbələr içində, mən bunu qeyd etməliyəm, Andrey Babayev onun tələbəsi olub. Baxmayaraq ki, Səid müəllim onun müəllimi olub. Həm bu bizim indiki musiqi texnikumunda. Sonra da o bəstəkarlıqda oxuyub, gözəl mahnıları var idi. Hətta ona təklif olunmuşdu ki, Babayan familiyasına keç. O Səid müəllimi çox istəyirdi və Babayev familiyası ilə getdi və bizim musiqidən istifadə eləyərək, Çahargah onun tarix üçün əsəri var idi. Musiqi məktəblərində, kolleclərdə bu gün də çalınırdı o əsərlər. Ancaq o Səid müəllimin qayğısı əsasında Andrey Babayev gəlib belə. Amma görürsünüz, o xalqın nümayəndəsinə də Səid müəllim qayğı göstərir. Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan Ali Sovetinin deputatı, ancaq bu tələbəsini də bir yoldaş kimi yanaşıbdır. Səid Rüstəmovun gözəl ailəsi, çox gözəl ailəsi olubdur. Səid Rüstəmovun böyük oğlu Rafael o Moskvada yaşayırdı. Gnisser Musiqi Məktəbində işləyirdi. Onun qızının artıq o qızı bütün Azərbaycanda məşhurdur. Ulduz rolunu aparan Səid Rüstəmovun qızı Tamella Rüstəmova. Böyük dayaqda Maya rolunu aparan, bəli, Tamella Rüstəmova Səid Rüstəmovun qızı idi. Onun oğlu və sonra axırıncı aşırında növrəstə rolunu aparan Tamella Rüstəmova, bu Səid Rüstəmovun bəli, qızıdır. Oğlu bəstəkar idi, Eldar Rüstəmov. Böyük oğlanlar, Rafiq, Eldar musiqi sahəsində olub. Tamella xanım, ancaq balaca qız Rəna xanım Xarici Dillər Universitetini bitirib, orada dərs deyib. Pərdə gah ağlayan, gah gülər, nəfəsimə oxur gözəl, duy səsin, ürəyimdə kaman kimi titrəsin. Səxavətli, mərhəmətli, mehriban, səmimi, istiqanlı, sadə, təvəzzökar. Bax, Səid Rüstəmovu görənlər, danışanlar həmişə onu bu cür təsvir edirlər. Musiqi insan hisslərini ifadə edən ən dəyərli fitrətdir. Səid Rüstəmov ömrünə yazılan bu fitrətin əsas qayəsi yanğı idi. Əlbəttə ki, bax bu yaşantıların yanğısı ardı var.